Deyir, belədir dünyanın, yəni fələyin işi adəti, bəşər evladı ilə var ədavəti. Kimini ucaldır, qaldırır göyə. Kimini döndərir yerdə köləyə. Kimini gec sevir, tez gözdən salır, kiminə də nə verirsə tez geri alır. Yəni bu düz də ola bilir, fırıldaq da ola bilir, paxıl da ola bilir. Bunu o edir. Odur deyir bu dünyada nə küs, nə inci. Zamanın qılıncı bəzən kəsər sevinci. Yəni belə insanlara baxıb sevincin kəsilir də. Çünki qoşa yaranıb acı ilə şirin. Yəni bu sənin, mən fırıldaq heç kimi adlandırmıram. Mən yaradana şükür deyirəm, sən adamı fırıldaq adlandırırsan. Mən sadəcə səni izah edirəm. Çünki qoşa yaranıb acı ilə şirin, yəni sənin adlandırdığınla özün, belə deyək. Məhəbbətlə nifrət, istəklə nifrin. Hanı qəmsiz şadlıq, kefsiz işgəncə. Əzabsız rahatlıq, günəşsiz gecə. Varmı günəşsiz gecə? Gərək gün olur, sonra gecə düşür. Bədbəxtlik olmadan xoşbəxtlik hanı? Əzabsız tapa bilməz sevinç insanı. Yaradan tək çəkər bu işlərə əncam, yəni birini belə yaradır, birini elə yaradır. Lakin işlər bunlarla bitməyir tamam. Fələyin qəribə işləri çoxdur, ağlımat qoymaqda əvəzi yoxdur. O heç kim ağıl özüdür. Və hər türlü insan yaradır. Və biz kimliyindən asılı olmayaraq, hər bir baxışdan baxan nur Allahın zərrəsidir. Sadəcə bu sınaq, imtihan dünyasıdır. Sən bu gördüyün belə adamlara yaradana şükür de geç. Fırıldaq adam desən, onun bədəlini ağır ödəyəcəksən. Sən birbaşa Allahla haqq hesab çəkirsən, onu dərk etmirsən. Mən sənə onu izah edirəm. Onu yaradana şükür. Uzaq ol, nə yaxın, nə uzaq. Salam, xudafiz edə bilərsən, amma insanı fırıldaq adam deyə qınaya bilməzsən. Onun bədəlini çıtır-çıtır ödəyirsən. Sənin ağrın, xəstəliyin, uğursuzluğun bax, buradan doğulur sənin. Bu sənin səhvindir. Çünki hər kəs Allah yaradı. Səni o fırıldaq adam adlandırdığının yerində yaratsaydı, dilin bu qədər uzun olardı. Bir anlıq özünü onun yerinə qoy. Dünyanı yaradan bir Allahdır. İnsanları hərəkətə gətirən bir Allahdır. Onu elə, səni bil. Sən ona pis baxdınsa, vay halına. Diqqətli ol. Məsləhətinə şükür.